Rusiya Dövlət Dumaları və Azərbaycanlı deputatlar. 1906-cı il mayın 31-də Azərbaycanda 1-ci Dumaya seçkilər keçirildi. Görkəmli ictimai-siyasi xatimlərdən Topçubaşov, Ziyadxanlı, Əliyev, Muradxanov, Haqverdiyev Dumaya deputat seçildilər. Rusiya müsəlmanlarından seçilən 46 deputat Dumada Topçubaşovun sədr olduğu müsəlman fraksiyasında birləşdi. 7 nəfərdən ibarət büronun tərkibinə Topçubaşov və Ziyadxanov da daxil idi. 1906-cı ilin aprelində işə başlayan Duma, iyulun 7-sində Çar tərəfindən buraxıldı. Buna etiraz əlaməti olaraq Dumanın bir qrup deputatı Viborq şəhərinə toplaşaraq bəyannamə qəbul etdilər. Bəyannaməyə imza atanlar arasında Topçubaşov və Ziyadxanov da var idi. Çar 2. Nikolay bəyannaməni imzalayan deputatları deputatlıq hüquqlarından məhrum etdi və hər birini 3 ay həbsə aldırdı. Topçubaşov eyni zamanda Kaspi qəzetinin redaktorluğundan kənarlaşdırıldı. 1906-cı ilin sonu 1907-ci ilin əvvəlində Azərbaycanda 2-ci Dumaya seçkilər keçirildi. Fətəlixan Xoyski, Şahtaxtinski, Xasməmmədov, Tağıyev, Mahmudov, Zeynalov 2-ci Dumaya deputat seçildilər. Lakin onlardan Tağıyev Dumaya getmədi. 2-ci Duma 1907-ci il fevralın 20-sində ilk iclasına başladı. 1907-ci ilin iyunun 3-də buraxıldı. Elə həmin gün 3-cü Dumaya seçkilər keçirilməsi haqqında qanun verildi. Yeni seçki qanunu son dərəcə mürtəci və müstəmləkəçi səciyyə daşıyırdı. Qafqaz, Mərkəzi Asiya və Sibir xalqları siyasi cəhətdən qeyri-yetkin xalqlar hesab edilərək onların seçki hüququ xeyli məhdudlaşdırıldı. 1907-ci ildə 3-cü Dumaya seçkilərdə Cənubi Qafqaz müsəlmanlarından yalnız Xasməmmədov seçildi. 1912-ci il sentyabr-oktyabr aylarında Azərbaycanda 4-cü Dövlət Dumasına deputat seçkiləri keçirildi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat hüquqşünas Məmməd Yusif Cəfərov seçildi. O öz sələflərinin şərəfli yolunu laqincə davam etdirdi. 1910-11-ci illərdə Bakıda bir sıra pərakəndə tətillər baş verdi. İştirakçıları az olan bu tətillərdə yalnız iqtisadi tələblər irəli sürülürdü. 1912-ci il aprelin 4-də Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin gülləbaran edilməsi Azərbaycanda tətil hərəkatının yüksəlişinə təkan verdi. 1912-ci il mayın 7-sində Nuxanın ipək sənayesi fəhlələri tətilə başladılar. Mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqaviləyə görə iş günü qısaldıldı və əmək haqqı qismən artırıldı. Yeni iqtisadi yüksəliş illərində qəzalarda kəndli çıxışları genişlənmişdi. 1911-12-ci illərdə Lənkəran qəzasının Ərus və Butəsər kəndlərində mülkədarlara qarşı çıxışlar baş verdi. Qaçaq hərəkatı qəzalarda hökumət dairələrini, mülkədarlar və bəyləri rəzəyə salmışdı. Qandal nağının və Məşədi yolçunun dəstələri xüsusilə fərqlənirdi. Cənubi Azərbaycan-İran inqilabı ərəfəsində inqilabın başlanması Təbriz üsyanı. 20-ci əsrin başlanğıcında kəndlərin feodal istismarı şiddətlənmiş, o cümlədən vergilər çoxalmış, İran, Rusiya və İngiltərənin yarım müstəmləkəsinə çevrilmişdi. Sosial narazılıq artmış, maliyyə sisteminin böhranı güclənmişdi. Cəmiyyətin narazı sosial təbəqələri içərisində formalaşmaqda olan burjuaziya xüsusilə seçilirdi. Burjuaziya ölkədə qayda qanun yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığını tələb edirdi. Burjuaziya yerli sənayenin inkişafına mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı mübarizə aparırdı. 1905-ci dekabrın 12-sində Tehranda bütün bazarlar bağlandı. Bazarın bağlanması İranda, o cümlədən Cənubi Azərbaycanda tətilə yaxud inqilaba çağırış idi. Tacir və sənətkarların, milli burjuaziya nümayəndələrinin, demokratik ruhlu ruhanilərin şaha qarşı mübarizəyə çağırıb müqəddəs yerlərdə bəstə oturması ilə İranda inqilab başlandı. İnqilab iştirakçılarının əsas tələbləri məşrutə qəbul edilməsi, məclis çağırılması, xarici məmurların ölkədən qovulması və s. ibarət idi. 1906-cı il avqustun 5-də Şah Konstitusiya haqqında fərman verdi. Bunun ardınca məclisə seçkilər elan olundu. Lakin Şah bu vədləri yerinə yetirmədi. Sentyabrın 20-sində bir qrup ruhani Təbrizdə İngilis konsulluğunda bəhsə oturdu. Sentyabrın 29-da Şah Sarayı Təbrizə göndərdiyi cavabda Azərbaycandan məclisdə nümayəndələr seçilməsi üçün tezliklə seçki keçiriləcəyini vəd etdi. Təbrizdəki sentyabr hadisələri konstitusiyasının qəbul olunmasına və məclisin açılmasına kömək etdi. Göstərilən hadisələrdə inqilabdan əvvəl Bakıda yaradılmış İctimaiyyun Amiyyun sosial-demokrat qrupu mühüm rol oynadı. 1905-1911-ci illər inqilabı dövründə Təbriz təşkilatı və onun gizli mərkəz adlandırdığı rəhbərlik orqanı geniş fəaliyyət göstərirdi.
Gizli mərkəz inqilabın başlanğıcından sonunadək Cənubi Azərbaycanda hərəkata rəhbərlik etmişdi. 1906-cı ilin sentyabrında qazanılmış qələbədən sonra Təbrizdə məclisə seçkiləri başlandı. Bu məqsədlə hərəkat başçılarından əncümən seçildi. Bu əncümənlər Cənubi Azərbaycanda inqilab vaxtı əsl hakimiyyət orqanları kimi fəaliyyət göstərirdilər. 1906-cı il dekabrın 30-da ölüm yatağında olan Müzəffərəddin Şah hazırlanmış konstitusiyanı imzaladı. Lakin 1907-ci il yanvarın 19-da taxta çıxmış Məhəmmədəli Şah atasının imzaladığı konstitusiyanı tanımaq istəmədi. Elə buna görə də 1907-ci il fevralın 8-də Təbrizdə gizli mərkəzin başçılığı ilə İran inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Şəhərdə real hakimiyyət əyalət şurasının əlinə keçdi. Azərbaycan nümayəndələri fevralın 8-də Tehrana çatdılar. Onlar paytaxt əhalisi tərəfindən böyük təntənə ilə qarşılandı. Bu hadisəni Fransa inqilabı zamanı Yakobinçilərin Parisə daxil olmalarına bənzədirlər. Avqust ayında Şah Azərbaycana yeni vali təyin etdi. Bu isə Təbrizdə və bir çox vilayətlərdə iki hakimiyyətliliyin yaranmasına səbəb oldu. 1907-ci ilin yazında inqilabın ağırlıq mərkəzi Təbrizə keçməyə başladı. Bu zaman Təbrizlilər bir çox uğurlar əldə etdilər. Əyalət şurası bölgədə hakimiyyət orqanına çevrildi. Cənubi Azərbaycanın yalnız iri şəhərlərində deyil, digər vilayət mərkəzlərində də dünyəvi elmləri tədris edən yeni məktəblər açıldı. Azərbaycan əyalət şurası silahlı dəstələr yaratmağa başladı. Təbrizlərin ən böyük uğuru hesab olunan konstitusiya qəbul edildi. Təbrizdə keçirilən mitinqlərdə ilk dəfə olaraq Məhəmmədəli Şahın hakimiyyətdən salınması tələbi irəli sürüldü. 1908-ci il iyunun 23-də bilavasitə Şahın göstərişi ilə İrandakı Kazak briqadasının komandiri Rus polkovniki Liyaxov məclisin və paytaxtdakı Azərbaycan şurasının binalarını top atəşinə tutturdu. Nəticədə paytaxtda inqilabi çevriliş həyata keçirildi. Məclis dağıdıldı, inqilabçıları divan tutuldu. Bu dövrdən başlayaraq Cənubi Azərbaycan İran inqilabının mərkəzinə çevrildi. Cənubi Azərbaycan İran inqilabının mərkəzi kimi. Tehranda əks inqilabi çevriliş dövründə inqilab düşmənləri Təbrizdə əyalət şurasına və mücahid qüvvələrin yerləşdiyi mərkəzlərə hücuma keçdilər. Əslində bu vətəndaş müharibəsi demək idi. Səttarxanın başçılıq etdiyi Əmrəxiz məhəlləsi alınmaz qalaya çevrilmişdi. Əsl adı Səttar olan bu sərkərdəni xalq hörmət əlaməti olaraq Səttarxan deyə çağırırdı. Səttarxan öz silahdaşları Bağırxan, Hüseynxan və başqaları ilə birlikdə Təbrizin 11 aylıq müdafiəsində böyük hünər göstərdi. 1908-ci il iyunun 18-də Səttarxan inqilabın tarixində dönüş yaradan bir fədakarlıq etdi. Təbrizin mərkəzi hissəsindəki ağ bayraqları qırmızı bayraqlarla əvəz etdi. Bu mühüm addım əhalini ruhlandırdı. Üsyançıları sayı sürətlə artmağa, əhali yenidən silahlanmağa başladı. Sentyabr döyüşlərində əks hücuma keçən üsyançılar oktyabrın ortalarında şəhəri əks inqilabi qüvvələrdən təmizlədi. Xalq böyük məhəbbətlə Səttarxanı Sərdar Milli, Bağırxanı Salar Milli, yəni hər ikisini milli sərkərdə kimi çağırırdı. 1908-ci il noyabr-dekabr və 1909-cu ilin yanvar ayları ərzində Mako istisna olmaqla Cənubi Azərbaycanın bütün qərb vilayətləri əks inqilabçılardan təmizləndi. Cənubi Azərbaycanın şərq vilayətlərində də irticaya qarşı etirazlar başlandı. Məşrudə inqilabı dövründə inqilabçılara xarici ölkələrdən, ilk növbədə Qafqazdan, Mərkəzi Asiyadan, Osmanlı İmperiyası və başqa yerlərdən yardımlar edilmişdir. Həmin illərdə Bakıda nəşr edilən İrşad, Həyat, Tazə Həyat və digər qəzetlər Molla Nəsrəddin jurnalı İran inqilabına böyük mənəvi yardım göstərirdi. Hacı Zeynalabdin Tağıyev İran inqilabına yardım olaraq böyük miqdarda pul vəsaiti və silah göndərmişdi. 1908-ci ilin sentyabr-oktyabr qələbələrindən sonra əyalət şurası ölkənin yeganə hakimiyyət orqanı kimi qəbul edilirdi. Səttarxan Şaha göndərdiyi ultimatum səciyyəli teleqramda konstitusiyanın bərpası, hərəkat iştirakçılarına amnistiya verilməsi və s. kimi tələblər irəli sürüldü. 1909-cu ilin yanvarında Təbriz şəhəri yenidən əks inqilabi qüvvələr tərəfindən mühasirəyə alındı. Aprelin 25-də İngiltərə ilə əlbir Rusiya xarici təbəələri qorumaq bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritdi. 1909-cu ilin iyulun əvvəlində Məhəmmədəli Şah devrildi. Onun 14 yaşlı oğlu Əhməd Şah elan olundu. Konstitusiya yenidən bərpa edildi. Mərkəzi hökumət İngiltərə və Rusiyanın təhriki ilə mücahidlərin Təbrizdən çıxarılmasına çalışırdı. 1910-cu il martın 11-də bu məqsədlə Səttarxan Tehrana dəvət olundu. Böyük dövlətlərin qan tökməyə hazırlaşdıqları xəbərini eşidən Səttarxan Təbrizdən çıxmağa razılıq verdi.
1910-cu il martın 19-da Təbrizlilər Səttərxan və Bağırxanı təntənə ilə yola saldılar. 100 nəfər fədainin müşayiəti ilə aprelin 15-də Tehrana daxil oldular. Avqustun 7-sində fədailərin toplaşdığı park Daşnak Yeplemin başçılıq etdiyi 6 minlik müxtəlif silahlı dəstələrin basqından məruz qaldı. 18 nəfər həlak oldu. 40 nəfər, o cümlədən Səttərxan yaralandı. 1911-ci dekabrın 20-sində Rus qoşunlarının Təbrizdə hücumu və dekabrın 28-də şəhərin düşmən tərəfindən tutulması inqilabın yatırılması ilə nəticələndi. İnqilab xarici müdaxiləçilər tərəfindən yatırıldı. İnqilabın ən mühüm nəticəsi Azərbaycan xalqının ictimai, siyasi və milli şüurunun inkişafı üçün şərait yaratması olmuşdur.